Həzrəti İsa əleyhissalamın haqqında hədisdə gəlir ki, İsa əleyhissalam yolla gedirdi. Gördülər ki, həvarilər də İsa Peyğəmbərlə bərabər gedirdi. Gördülər ki, və gəldilər Kərbəla ərazisindən keçəndə, gördülər ki, bir dənə şir yolun ortasında oturubdu. Şir. Yolu tutubdu, heç kimi də buraxmır. Fətəqəddəmə İsa iləl əsəd. Fəqalə ləhu limə cələstə fi həzət təriq. İsa aleyhissalam gəldi, şirə dedi ki, niyə bu yolun ortasında oturubsan? Peyğəmbərlər heyvanların dilini bilir. Heyvanlar da peyğəmbərləri qəşəng tanıyır. Elə bilməyin ki, heyvanlar insanları tanımır. Heyvanlar insanları tanıyır. Dedi, niyə bu yolun ortasında oturubsan? Fəqaləl əsəd bilisanin fəsih. Şir tam bir fəsahətli insan dilindən dedi. Yəni, ta insan nətər danışar deyər. O şəkildə fəsahətlə dedi. İnni ləm ədəu ləkumut təriq həttə tələnu yezid. Mən qoymaram, siz yoldan keçəsiz, ta Yezdə lənət deməyənə qədər. Şir. Bu günləri şir deyir, Allah Yezdə lənət eləsin. İndi şir heyvandır, amma bəzi insanlar deyir ki, Yezid raziyallahu anhu. İndi o şir mi üstündür, yoxsa o insan cildində olan mı üstündür? Dedi, Yezidə lənət deməyən insana bu yoldan keçid yoxdur. Şir dedi. Fərəfə İsa aleyhissalam yədəyik, qaldırdı əllərini İsa aleyhissalam. Bunun özü də bir sünnədir, ha? Lənət deyəndə əli qaldırmaq lazım. Bəyətdən bütün hədislərə baxıram. Rəfə əyyədəyik, rəfə əyyədəyik. El dillə yox, belə qaldırıb demək lazımdır. Fərəfə əyyədəyik, əllərini qaldırdı İsa aleyhissalam. Və ləənə yezidə və dəə aleyhi fəəmmənəl həvariyyun. Lənət dedi və İmam Hüseyin əleyhissalama dua elədi və həvarilər də amin dedi. Əsəd şir təzədən yoldan çəkildi, dedi, indi keçə bilərsiniz.